Hamıya salam. Yeni bir layihəyə, yeni bir biznesə başlayanda ilk növbədə həmin layihənin gələcəkdə bizə nə qədər pul qazandıracağını, yəni cash flow-larını, pul axınlarını dəqiq analiz etməliyik. Təxminən nə qədər pul alacaq və ya nə qədər xərcimiz çıxacaq. Bu sualların cavabı bir layihənin feasible, yəni əlverişli, səmərəli olub-olmadığına qərar vermək üçün ən vacib parametrdir. Amma gələcək layihənin dəyərini hesablamaq bəzən çətin olur. Səbəbi isə artıq yaxşı bildiyimiz time value of money məsələsidir. Yəni pulun zaman dəyəri. Gələcəkdə qazanılan 1 manat bugünkü 1 manata bərabər deyil. Bax, bu fərqi hesablamaq üçün biz gələcəkdəki pulları discounting edirik. Yəni diskontlaşdırırıq və onların present value-sunu, yəni bugünkü dəyərini tapırıq. Məsələn, bir investor hər hansı bir səhmi almaq istəyirsə, əvvəlcə o səhmin gələcəkdə gətirəcəyi pul axınlarını təxmin edir. Sonra onları diskontlaşdırıb bugünkü dəyərini toplayır. Əgər əldə olunan nəticə ilkin investisiyadan, yəni initial investmentdən böyükdürsə, deməli bu layihə dəyər yaradır və investisiya eləmək olar. Əks halda maliyyə baxımından bu addım səmərəsiz sayılır. Çünki bunun üçün bizim ən məşhur düsturumuz var, NPV. Yəni net present value, xalis bugünkü dəyər. Gəlin indi bu düsturu Excel-də real bir nümunə üzərinə tətbiq edək. Təsəvvür edək ki, bir şirkət yeni bir zavod tikmək istəyir. Bu zavod bizə növbəti illərdə bu cür pul axınları gətirəcək. Birinci il üçün 30, ikinci il 120, 200, dördüncü, 5-ci illər üçün isə 120 min dollar. 5-ci ildən sonra zavod tamamilə obsolete olacaq, yəni köhnələcək və istifadədən çıxacaq. Bu zavodun tikilməsi bizə bugün 500 min dollara başa gəlir. Yəni initial investment, ilkin investisiyamız 500 min dollardır. Şirkətin borclanma faizi isə, yəni borrowing rate, risk dərəcəsi 10%-dir. İndi maliyyə direktoru qərar verməlidir ki, yəni bu investisiyanı qoyaq yoxsa yox. NPV-ni hesablamaq isə bizə ən doğru qərar verəcək. İlk edəcəyimiz iş gələcək pulları diskontlaşdırmaqdır. Yəni bugünkü günü, ilkin investisiya etdiyimiz anı 0-cı il, yəni 0-cı dövr olaraq qəbul edək. Çünki bugün elə bugündür. Zaman hələ ki keçməyib. Ona görə də ilkin investisiyamız formulasında elə -500 olaraq qalır. Növbəti pulları diskontlaşdırmaq üçün isə riyazi olaraq həmin məbləği 1 + faiz dərəcəsini həmin ilin nömrəsinə bölürük. Məsələn, birinci ilin pulunu 1 + 10% 1-ə bölürük. İkinci ilin pulunu isə 1 + 10% 2-yə bölürük. Yəni o pul bizə tam 2 il sonra gələcək. Excel-də faiz dərəcəsi xanasını dollar işarəsindən sabitləyəndən sonra formulanı rahatca sağa doğru sürüşdürürük. Və budur. Bütün gələcək pulların bugünkü real dəyərini tapdıq. İndi isə bu tapdığımız diskontlaşdırılmış pullarla ən başdakı -500, ilkin investisiyanı toplayırıq. Sum edirik. Nəticənin neqativ olduğunu görürük. Bu nə deməkdir? Mənfi NPV o deməkdir ki, bu layihə zərərlidir. Yəni bizə pul qazandırmayacaq və bu investisiyadan uzaq durmaq lazımdır. Bura qədər hər şey okeydirsə, indi daha qəşəng bir xəbər verim. Excel-də bütün bu riyazi üsulları əllə yazmağa ehtiyac yoxdur. Çünki Excel bizə onsuz da NPV funksiyasını verir. Bu funksiya faiz dərəcəsini və pul axınlarını seçdiyimiz an diskontlaşdırılmanı özü birbaşa 1 saniyədə edir. Amma burada biraz diqqətli olmalıyıq. Gəlin yoxlayaq, belə izah edim. Bərabərdir NPV yazırıq. Faiz dərəcəsini 10% seçirik. Ardınca isə 0-cı ildən 5-ci ilə qədər olan bütün bu diapazonu seçib mötərizəni bağlayırıq. Enter-ə basanda görürük ki, bayaq əllə tapdığımız rəqəmdən tam fərqli bir nəticə çıxdı. Bəs səbəb nə ola bilər sizcə? Yəni səhv hardadır? Səbəb Excel-in NPV funksiyasını işlətmə alqoritmidir. Yəni Excel-in daxili məntiqinə görə sizin funksiyanın içinə daxil etdiyiniz ilk xana avtomatik olaraq 1-ci il kimi qəbul edilir. Yəni 0-cı il kimi yox. Əgər siz ilkin investisiyanı da funksiyanın içinə salsanız, yəni 0-cı ili, Excel bütün illəri bir dövr qabağa eləyəcək və hesablama tamamilə səhv çıxacaq. Bəs doğrusu nə etməliyik? Bərabərdir NPV yazırıq, faizi seçirik, funksiyanın daxilinə sadəcə gələcək illərin, yəni 1-ci ildən 5-ci ilə qədər olan pul axınlarını daxil edirik. Mötərizəni bağlayırıq və funksiyanın xaricində həmin bu formulun üzərinə 0-cı ilin ilkin investisiyasını, yəni -500-ü əlavə edirik. İndi yoxlayaq. Bəli.
indi daha əvvəlində 50 hesabladığımız rəqəmlə eyni oldu. Hansı üsuldan istifadə etmək tamamilə sizin seçiminizdir. Arxasındakı riyazi məntiqi tamamilə eynidir. Amma NPV anlayışı korporativ maliyyənin və böyük investisiya qərarlarının tam mərkəzində dayanır. Ümid edirəm maliyyənin dərinliklərinə getmək sizin üçün də maraqlıdır. Növbəti dərslərdə görüşərik. Hələlik.